Çövkan, sürpapaq, baharbənd bu ifadələr artıq nəinki ölkəmizdə, eləcə də beynəlxalq miqyasda sırf Azərbaycana xas olan atlı idman oyunlarının adı kimi tanınır. Məhz ölkəmizin təşəbbüsləri ilə keçirilən maraqlı, çılğın atlı komanda yarışları beynəlxalq idman ictimaiyyətinin ürəyini fəth edib. Tarixin qədim yüzilliklərindən gələn milli idman oyunlarımızın bərpası bu sahəni tədqiq edən mütəxəssislərimizin gərgin əməyi sayəsində mümkün olub. Belə şəxslərdən biri də Gəncədə yaşamış, ancaq tədqiqatları üçün Azərbaycanın hər bir yerini qarış-qarış gəzmiş Fikrət Hüseynov olub. Lap gənclik çağlarından ömrünün 86 yaşındakı sonunadək o, xalqımızın milli oyunlarının dirçəldilməsini özünün həyat fəlsəfəsi və borcu hesab edərək bu yolda yorulmadan çalışıb. 1924-cü ildə 20-ci əsrin tanınmış maarifçilərindən olan Paşa Hüseynovun ailəsində dünyaya göz açan Fikrət müəllim Böyük Vətən müharibəsi cəbhələrindən qayıtdıqdan sonra ömrünü idman aləmi ilə bağlayıb. Moskva Mərkəzi Bədən Tərbiyəsi İnstitutunda oxuyub. Sonra Gəncənin müxtəlif idman strukturlarında, həmçinin Gəncə Pedaqoji Universitetinin idman kafedrasında çalışaraq xüsusən atlı oyunlarının bərpası üzrə misilsiz işlər görüb. Sürpapaq, piyalə və ox, Künc sınağı, Baharbənd, Zorxana və xüsusən Nizami Gəncəvinin də əsərlərində qaydaları təsvir edilən Çövkan oyunlarının bərpası və həyata vəsiqə almaları məhz Fikrət Hüseynovun adı ilə bağlıdır. Bu vətənsevər fəaliyyətinə görə o, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, idman ustası adlarına layiq görülüb. Prezident təqaüdçüsü Milli Olimpiya Komitəsi nəzdində Elm Akademiyasının üzvü olub. 1961-ci ildə Fikrət Hüseynovun məşqçiliyi altında Azərbaycanın yığma komandası Moskvada at idmanı üzrə SSR miqyaslı yarışlarda böyük uğur qazanıb. Yarışın təşkilatçı rəhbəri olan Marshal Budyonny Azərbaycan atçılarına xüsusi mükafatlar da təqdim edib. O vaxtdan Budyonny Fikrət Hüseynovla dostlaşıb və həmişə Azərbaycana gələndə onu arayıb axtarıbmış. Keçmiş SSR-nin, şərq dünyasının, eləcə də ölkəmizin dövrü mətbuatında Fikrət müəllim haqda idman arxeoloqu, Çövkanın atası, idman alimi kimi ifadələrə rast gəlmək mümkündür. Bu həqiqətən də belədir. O milli oyunlarımız haqda onlarla kitabın müəllifi olub. Bu fəaliyyətin əsas amalı Azərbaycanın bu sahədə də qədim ənənələrə sahibliyinin bir daha sübutuna xidmət etmək olub. Cavanları has ki heç bilmirdilər ki, Çövkan nədir, oyun nədir. Onları hamısını cəlb eləyib, yığıb, komanda eləyib, düzəldib, aparıb Moskvaya, aparıb Özbəkistana, Qazaxstana. Hədiyyə ona nə idi? Bircə desinlər ki, bu Azərbaycan milli oyunlarıdır, bu Azərbaycanındır. Bax, buna hədiyyə idi. Ayrı heç nə istəmirdi, o təmənnasız işləyirdi. Fikrət müəllim kimi milli ənənə təəssübkeşlərinin əməyi müstəqil Azərbaycanda öz təcəssümünü tapıb. Müasir dünyanın istər iqtisadi, istər də ictimai, o cümlədən sənət və idman mənzərəsində ölkəmizin payının gündən-günə artması buna sübutdur. Zakir Muradov, Nazim Quliyev, Space, Gəncə.